Salam, bugün sizə 8-ci sinif biologiyadan kesik ekin izahını verəcəm. Birinci sualla başlayaq. Mənşəyinə görə toxumalar neçə yerə bölünür? Mənşəyinə görə toxumalar 2 yerə bölünür. İkinci sual, fotosintezin sürətinin karbon qazından, işığın intensivliyindən və suyun miqdarından asılı qrafiklərini çəkin. Baxın, burada işığı çəkək. Əvvəlcə artır, sonra isə sabit qalır. Əvvəlcə artır, sonra sabit qalır. Daha sonra karbon qazından asılı qrafikini çəkək. Karbon qazında isə əvvəlcə sıfırda olur, sonra artır, sonra isə sabit qalır. Daha sonra sudan asılı qrafikinə baxaq. Əvvəlcə sıfırdan, sonra artır və sabit qalır. Kitabda şəkilləri daha yaxşı verilib, mən çəkə bildiyim qədər çəkdim. Üçüncü suala baxaq. Fotosintezin sadələşmiş tənliyini yazın. 6 molekul karbon qazı, 6 molekul su, əmələ gələcək C6H12O6 və 6 molekul oksigen. 6 molekul oksigen. Ağcıqların sayı çoxdur və adətən yarpağın üst hissəsində yerləşir. Bu hansı qrup bitkilərə aid xüsusiyyətdir? Belə bitkilər hidrofit bitkilərdir. Gövdədə floema və ksilema boruları ilə maddələrin daşınması hansı istiqamətdə baş verir? Floema boruları ilə iki istiqamətdə, yəni həm yuxarıya, həm aşağıya, amma ksilem boruları ilə isə yuxarıya doğru istiqamət var. Bitkilərdə kök təzyiqi nədir? Bitkilərdə kök təzyiqi kök tükçüklərində olan su və torpaqdakı su potensiallar fərqi qradiyentidir. Havada rütubət çox olarsa, transpirasiyanın sürəti necə dəyişər? Əgər rütubət çoxdursa, transpirasiyanın sürəti azalar. Qutasiya nədir? 9-cu sual. Ətraf mühitdən suyu qəbul etmək üçün kökün osmotik təzyiqi torpaqdakı osmotik təzyiqdən yüksək ola bilərmi? Fikri doğrudurmu? Fikrinizi əsaslandırın. Bəli, doğrudur. Çünki kökdəki osmotik təzyiq torpaqdakından yüksək olmalıdır ki, su torpaqdan kökə keçə bilsin. Fikri də belə əsaslandırarsınız. 10-cu sual. Aşağıda verilənlərdən hansı daimi toxumalara aiddir? Əslində bu sualda səhvlik var. Yəni bu suala baxsaq biz həm B variantı, həm də D variantı doğrudur. Çünki bizdə daimi toxumalara parenxim, örtük, ötürücü, mexaniki və ifrazat toxumaları aiddir. Həm B, həm də D variantı uyğun gəlir burada. Yəni bu sualda səhvlik var.